Bölmə 2. Dinləmə mətni 5. Buta Azərbaycan xalçalarında və milli geyimlərimizdə ən çox istifadə olunan naxışlardan biridir. Butanın yaranma tarixi və mənası ilə bağlı alimlərin müxtəlif fikirləri mövcuddur. Buta sözünün başqa bir mənası da qönçədir. Həqiqətən bir çox xalça naxışları kimi buta da qönçəni, gül ləçəyini xatırladır. Bəzi tədqiqatçılar alov diliminə bənzədiyinə görə butanı od, alov rəmzi kimi qəbul edirlər. Digərləri isə butanı tovuz quşunun təsviri ilə bağlayırlar. Doğrudan da qədim xalçalarımızda bu quşun təsvirinə tez-tez rast gəlmək olar. Bundan əlavə butanın 9 rəqəminə bənzəməsi ilə bağlı fikirlər də mövcuddur. 9 yeganə rəqəmdir ki, bir çox mənbələrdə o, müqəddəs rəqəm hesab olunur. Hazırda üzərində buta təsviri olan yüzlərcə Azərbaycan xalçası dünyanın məşhur muzeylərinin salonlarını bəzəyir.